Hər birini salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi 2025 coğrafiya test topusundan kainat və günəş sistemi, yerin günəş ətrafında hərəkəti mövzusunun ilk 50 sualının izahını verəcəm. Başlayaq birinci sualdan. Deyir, günəşin zenitdə müşahidə edildiyi yarımadalar. Deməli, günəş bildiyimiz kimi zenitdə olduğu məntəqələr 23,5 şimal enliyi ilə 23,5 cənub enliyi aralığında olan məntəqələrdir. Yəni bu iki paralelin ortasında olan yarımadaları seçməliyik biz. Gəlin bunu xəritə üzərindən sizə göstərək. Baxın, gördüyümüz kimi xəritənin üzərində tropik xəttlərini çəkdim. Şimal tropiki və cənub tropiki. Bizə zenitdə müşahidə olduğu məntəqələr yarımadalar deyirsə, bu iki xəttin ortasında olan yarımadaları seçməliyik. Baxaq variantlara. A variantında Malakka yarımadası, deməli, baxın, bu yarımadadır. Doğrudur. Amma ki, Taymir yarımadası xeyr. Bu zenitdə olmur. Baxın, Taymir yarımadası buradadır. Bu xəttdə yerləşmir. A yanlışdır. B variantında Labrador gedəcək. Baxın, Labrador yarımadası buradır. Tropiklərin arasına düşmür. Günəş zenitdə olmur. C variantında Skandinaviyada günəş zenitdə olmaz. Baxın, Skandinaviya yarımadası qütblərə yaxın yerləşir. Sonra Y variantında Kola yarımadası da həmçinin Skandinaviyanın sağındadır. O da qütblərə yaxın yerləşir. Zenitdə olmaz. Qaldı cavab D bəndi. Malakka və Somali. Gördüyümüz kimi Malakka buradır. Somali yarımadası da buradır. İkinci suala baxaq. 3 işıqlanma qurşağında yerləşən materiklər. Bir materik 3 işıqlanma qurşağında yerləşməsi üçün ərazisindən həm tropik xətti keçməlidir, həm də qütb dairəsi xətti keçməlidir. Bu materiklər isə təbii ki, Avrasiya və Şimali Amerikada. Çünki baxın, qütb dairəsi hər ikisindən keçir, tropik xətti isə hər ikisindən keçir. Şimali Amerika ilə Avrasiya materikləri. Cavab A bəndi olacaq. Üçüncü sualda deyir ki, tropik xəttlərini digər paralellərdən fərqləndirən xüsusiyyətlər. Deməli, tropik xəttlərində günəş ildə bir dəfə zenitdə olur. Amma tropiklərin arasındakı digər paralellərdə isə 2 dəfə zenitdə olur. O zaman burada cavab olacaq C variantı. Dördüncü sualda bizə deyir ki, aşağıdakı ölkələrin hansılarında günəş zenitdə olmur deyir. Deməli, biz iki variantı da elə seçməliyik ki, günəş heç bir ölkənin heç birində zenitdə olmamalıdır. A variantda məsələn görürük ki, Meksika ilə Hindistan ərazisindən baxın, tropik xətti keçir. Günəş deməli burada zenitdə olur. B variantında məsəl üçün Paragvayın ərazisindən tropik xətti keçir, zenitdə olur. Sonra D variantında Mərakeş ilə Liviyada, məsəl üçün Liviyanın ərazisindən gördüyümüz kimi tropik xətti keçir, burada zenitdə olur. Sonra Y variantında isə Myanmanın zenitdə olur, ərazisindən tropik xətti keçir. C variantı Pakistanla Küveytin ərazisindən tropik xətti keçmədiyi üçün burada zenitdə günəş olmur. Ümumiyyətlə tropik xəttin keçməsinə ehtiyac yoxdur. 23,5 şimal enliyi ilə 23,5 cənub enliyi arasında olsa bəs eləyir. Tropik işıqlanma qurşağında yerləşməlidir ki, günəş zenitdə olsun. Cavabımız C variantıdır. 5-ci sualda deyir ki, sxemdəki qırıq xəttlər nə ifadə edir? Bu 66,5 şimal enliyi şimal qütb dairəsini, bu da tropik xəttlərdir. Yəni qısacası tropik xəttləri və qütb dairələri. Cavab Y variantı. 6-cı sualda deyir ki, yerin günəş ətrafında fırlanması ilə bağlı olan coğrafi prosesləri müəyyən edin. Deməli, yerin günəş ətrafında hərəkəti zamanı fəsillər dəyişir, temperaturun illik gedişi dəyişir. Cavab Y variantıdır. Burada sutkalıq illik dəyişmə bu əsasən yerin öz oxu ətrafında hərəkətidir. Yağıntılı il ərzində paylanması da aid ola bilər. Gecə gündüzün növbələşməsi yerin öz oxu ətrafında hərəkəti ilə bağlıdır. Sonra burada brizlər öz oxu ətrafında hərəkət edir. Qabarma çəkilmə öz oxu ətrafında hərəkət edir. Cavab Y variantı qalacaq. 7-ci sualda 23 sentyabrda günəş deməli ekvatorda zenitdə olur və bu zamanda şimal və cənub yarımkürələri bərabər şəkildə işıqlanır. 8-ci suala baxaq. Yerin hansı işıqlanma qurşaqları var? Deməli, yerin tropik və qütb işıqlanma qurşaqları mövcuddur və bir də mülayim. Tropik, mülayim, qütb işıqlanma qurşaqları mövcuddur. Cavab Y variantı. 9-cu sualda deyir, günorta vaxtı günəşin bir dəfə ildə zenitdə olduğu paralellər təbii ki, şimal-cənub tropiklərdir. Cavab Y variantı. 10-cu sualda deyir ki, məntəqələrin hansında günəş ildə 2 dəfə zenitdə olur. 2 dəfə zenitdə olursa 23,5 şimal enliyi ilə 23,5 cənub enliyinin aralığı olmalıdır. Amma tropiklərin özlərini götürmürük. Onlar da bir dəfə olur zenitdə. Bu aralığa düşəcək burada nə? D, C və M məntəqələri. M, C, D. B variantı. Daha sonra 11-ci suala baxaq. Artıq məsələlərə keçid elədik. 11-ci sualda bizə deyir ki, 23 sentyabrda günəş şüalarının 70 dərəcə bucaq altına düşdüyü məntəqədən ekvatora qədər olan ən qısa məsafə. Gəlin ilk olaraq həmin məntəqəni tapaq biz. Ekvator xəttini çəkirəm.
Daha sonra Günəş baxın 23 sentyabr tarixidirsə, ilk olaraq bunu qeyd edeyim. Niyə ekvator seçdim? 23 sentyabr tarixində biz bilirik ki, Günəş ekvatora 90 dərəcə bucaqla düşür. Yəni bura zenitdə olur. Yazıram 90 dərəcə bucaq. Günəş hara 70 dərəcə düşür? Biz onu tapmalıyıq. Baxaq, Günəş harasa 70 dərəcə bucaqla düşür, amma biz bunun enliyini bilmirik, bunu tapmalıyıq. Necə tapacağıq? Günəşin düşmə bucaqlarının fərqini tapırıq. 90 ilə 70-i çıxırıq. Eləyir 20, 70 dərəcə. Estağfurullah. 90 ilə 70-i çıxırıq, eləyir 20 dərəcə. Deməli, bunların arasında 20 dərəcə fərq var. 20 dərəcə biz ekvatordan uzaqlaşsaq, 70 dərəcə buzaq altından Günəşin düşdüyü yeri taparıq. Deməli, 20 dərəcə uzaqlaşsaq, cəhət çataraq 20 şimal eləyinə və yaxud cənuba da gedə bilərdik. Heç bir fərqi yoxdur. Deməli, indi bu məntəqənin ekvator arasında neçə dərəcə fərqi var? 20 dərəcə. 20-ni də kilometrə çevirmək üçün 111-ə vururuq. Eləyir 2220 kilometr. Cavab Y bəndidir. 12-ci sualda işıqlanma qurşaqlarının sərhədləri tropik və qütb xəttləridir. Bunlar əzbər suallardır. Sonra 13-cü sualda deyir ki, il boyu günəş şüalarının düşmə bucağının 66.5-dən kiçik olmadığı coğrafi enlik. Baxın, bunu yadda saxlayın. Əzbər yadda saxlayın. Baxın, bunu sübut eləyək. Ekvator xəttini çəkirəm. Söhbət ekvatordan gedir. Deməli, Günəş 23.5 şimalla 23.5 cənubun arasında zenitdə olur da, düzdür. Bu aralıqda məsələn 24-də artıq zenitdə olmur. Maksimum Günəş bu iki dənə paralelin arasına gedib gəlir. Yəni Günəş, belə deyim, Günəş ekvatordan maksimum nə qədər uzaqlaşa bilər? 23.5 dərəcə, düzdürmü? Məsələn, Günəş bura 90 bucaqla düşsə, ekvator nə qədər düşəcək? Onu hesablayaq. Ekvatorla 23.5 paralelin arasında 23.5 dərəcə fərq var. 90-dan 23.5-ə çıxanda eləyir 66.5. Deməli, Günəşin 66.5-dən kiçik olmadığı, düşmə bucağının kiçik olmadığı enlik oldu ekvator xətti. Cavab D variantı. 14-cü sualda il boyu Günəş şüalarının düşmə bucağının 23.5-dən böyük olmadığı coğrafi enlik. Bu da qütblərdən söhbət gedəcək. Bunu da sübut eləyək. Bura bir ekvator xətti çəkirəm. Bura 90 şimal enliyi yazıram. Günəş 90 şimal elinə maksimum nə qədər yaxın ola bilər? Şimal tropikində zenitdə olanda. Çünki Günəş bundan yuxarı getmir. Yəni Günəş burada zenitdə olanda 90 dərəcəyə Günəşin düşmə bucağını tapaq. Birinci enliklər arasındakı dərəcə fərqini tapıram. 90 çıx 23.5 eləyir 66.5. İndi mən Günəşin düşmə bucağından 90-dan 66.5 dəfə uzaqlaşsam, eləyəcək 23.5. Demək ki, mən Günəşin bura maksimum düşmə bucağı 23.5-dir. Bundan o tərəfə artıq çoxala bilmir. Yəni cavab olacaq burada A variantı. 15-ci sualda deyir ki, sxemdə verilmiş məntəqələrin hansında fəsil dəyişkənliyi aydın müşahidə olar? Yadınızda saxlayın. Fəsil dəyişkənliyinin aydın müşahidə olunduğu işıqlanma qurşağı mülayim işıqlanma qurşağıdır. Yəni 23.5 ilə 66.5 paralellərin ortasını seçməliyik biz. Deməli, bu aralığa düşür burada, bu aralığa 2, 4. Daha sonra 23.5, 66.5 aralığı 6. 2, 4, 6 A bəndi olacaq cavab. 16 nömrəli test tapşırığına baxırıq. Deyir ki, Bakı şəhəri 40 cənub enliyi 50 şərq uzunluğunda yerləşsəydə aşağıdan hansıları müşahidə olunardı? Baxın, bildiyimiz kimi Bakı yerləşir 40 şimal enliyi 50 şərq uzunluğunda. Bakı 40 şimal enliyində yerləşdiyi üçün 22 iyun tarixində Bakıda yay fəsli müşahidə olunur. Çünki Günəş şimal tropikin üzərində zenitdə olur. Və bu zamanda ən uzun gündüz müşahidə olunur 22 iyun tarixində. Bakı əgər cənuba gəlsə, yerini dəyişdirsə, bu zaman Bakıda yay olacaq 22 dekabr tarixində. Bu zaman 22 dekabr tarixində ən uzun gündüz müşahidə olunacaq. Cavabımız olacaq B variantı. A variantı ona göstərir ki, ən soyuq günlər yanvarda yox, ən isti günlər yanvarda olacaq. Çünki cənub yarımkürəsində yanvar ayı yay ayıdır. C'də deyir ki, 23 sentyabrda payız başlamaz. 23 sentyabrda cənubda yaz fəsli başlayır. D variantında Günəş 22 iyunda yox. Ümumiyyətlə 22 dekabrda olardı. Ümumiyyətlə Günəş Bakı şəhərində zenitdə olmur. Birincisi 23.5-dən aralığında olur. Ən qısa gecə 22 iyunda olardı. Xeyr, ən uzun gecə 22 iyunda olardı. Cavabımız olacaq B bəndi. 17-ci sualda hansı məntəqələrdə ildə bir dəfə günəşin çıxma və batma hadisəsi baş verir? Təbii ki, söhbət coğrafi qütblərdən gedir. Bildiyimiz kimi coğrafi qütblərdə 6 ay günəş üfüqdə qalır, batmır. 6 ay isə günəş ümumiyyətlə çıxmır. Bunun da səbəbi qütb gecə və gündüzləridir. Cavabımız olacaq D bəndi. 18-ci suala deyir ki, ərazinin daha çox isti alması üçün günəş şüaları hansı bucaq altına düşməlidir? Daha çox deyirsə, bildiyimiz ki, günəşin maksimum düşmə bucağı 90 dərəcədir.
90'a ən yaxın olanlarda yenə ən böyük rəqəmləri götürürük. 4, 5 və 6. Cavab B variantı olacaq. 19-cu sualda Şimal qütb işıqlanma qurşağında yerləşən adalar. Deməli, Şimal qütb işıqlanma qurşağı 66,5 və 90 paralellərin arasıdır. Şimal dediyi üçün 66,5 şimal enliyi, 90 şimal enliyi aralığında olan adalar istəyir bizdən. Biz də burada bunu tapmalıyıq. Deməli, buradan görürük ki, Newfoundland, biz bunların yerlərini xəritəni açıb görsək, diqqətlə paralellərin arasına düşməyəcək. Newfoundland qütb işıqlanma qurşağında yerləşmir. Buradan İrlandiya yerləşmir. C variantında deməli cavab elə C-dir. D variantında Kuril burada yerləşmir. Y variantında isə deməli Aliot burada yerləşmir. Cavab C-dir. Bunların yerlərini xəritədən əzbərləməlisiniz. Bilmirsinizsə, bunları hidrosfer bölməsindən keçəcəksiniz. 20-ci sualda deyir ki, Londondan hansı istiqamətdə yerləşən məntəqələrdə günəş zenitdə ola bilməz? Baxın, bunu xəritə üzərindən sizə göstərirəm. Deməli, xəritəyə diqqətlə baxaq. Baxın, London buradır. Baxın, dairədiyim L yazdım. Deməli, tropik xəttlər də buradır. Bunu niyə çəkirəm deyəcəm. Baxın, bu hissəyə deyirlər tropik işıqlanma qurşağı. Yəni bu 23,5 şimal enliyi ilə 23,5 cənub enliyinin aralığından gedir söhbət. Baxın, günəş ancaq bu 23,5 şimaldan 23,5 cənub enliyinin arasında olan məntəqələrdə zenitdə olur. Yəni 90 bucaqlarına düşür. Yəni bunlardan kənarda günəş zenitdə olmur. Yəni bu aralığa deyirlər tropik işıqlanma qurşağı. İndi gələk Londona. London buradadır. Görürük ki, bu təxminən 50 şimal enliyinin üzərindədir. Baxın. Deyir ki, günəş Londondan hansı istiqamətdə zenitdə olmaz? Təbii ki, günəş Londondan şimalda zenitdə ola bilməz. Cavab deyil. Burada cənubda ola bilər, burada cənubda ola bilər, cənubda ola bilər, cənubda ola bilər. 21-ci sualda eyni tipli sualdır. Yeni Zelandiyadan hansı istiqamətdə günəş zenitdə ola bilməz deyir. Baxaq, Yeni Zelandiya buradır. Yazıram bura Yeni Zelandiya. Baxın, günəş Yeni Zelandiyadan şimalı zenitdə ola bilər. Cənub tropikinə gedə bilər. Amma Yeni Zelandiyadan cənubda zenitdə ola bilməz. Ancaq 23,5-lərin arasında olur. Biz də burada cənub variantları ancaq C variantında verilib. Sonra 22-ci sualda deyir ki, hansı coğrafi enlikdə qütb ulduzu görünmür? Yadınızda saxlayın. Qütb ulduzu yalnız və yalnız şimal yarımkürəsində görsənir. Yəni cənub yarımkürəsində qütb ulduzu olmur. Yəni burada cənub bir dənə D variantındadır. Daha sonra qütb ulduzu müşahidə olunmadığı materiklər, ekvatordan cənubda yerləşən materiklərdə qütb ulduzu müşahidə olunmur. Ekvatordan cənubda yerləşən materik bir Antarktidadır, bir də Avstraliya. Yalnız qütb ulduzu şimalda olur. Antarktida və Avstraliya cavab D bəndə olacaq. 24-də 3 işıqlanma qurşağında yerləşən və günəşin bütün il boyu zenitdə olduğu materik söhbət Afrika materikindən gedir. Baxaq Afrika materikinə. Afrika materikinin arasından görürük şimal tropik xətti keçir. Burasından cənub tropik xətti keçir. Görürük ki, tropiklərin arasında yerləşir. Demək ki, günəş il boyu zenitdə olur. Bunu təsdiq edirik. Daha sonra 3 işıqlanma qurşağında yerləşir. Bəli, baxaq. Şimal tropik xətti kəsir. Bu deməli yuxarı hissəsi yerləşir o zaman mülayim işıqlanma qurşağında, tropikdən yuxarı. Cənub tropikdən aşağı hissə mülayim işıqlanma qurşağı düşür. Tropiklərin ortasında tropik işıqlanma qurşağı olur. Deməli, mülayim, şimal mülayim, tropik və cənub mülayim işıqlanma qurşağına düşür. Cavab A bənd olacaq. 25-ci sualda deyir ki, 50 dərəcəli paralel üzərində 90 dərəcəli azimutla hərəkət edən səyyah qütb ulduzu özündən hansı tərəfdə görər? Deməli, biz buradan bir 50 şimal enliyini çəkək. Niyə şimal enliyi çəkdim? Çünki qütb ulduzu ancaq şimalda görsənir. Bura olsun qütb ulduzu. Məsəl üçün bunu ulduz eləyək. Baxın, biz buradan 90 dərəcəli azimutla getsək, yəni üzü şərqə getsək, qütb ulduzunu özümüzdən ancaq və ancaq sol tərəfdə görərik. Yəni cavab olacaq D bəndi. 26 nömrəli testə baxaq. Deyir ki, günəş 22 cənub enliyində zenitdə olarkən 79 şimal enliyində. İndi baxaq. Günəş 22 cənub enliyində zenitdədir. Biz burada qütb gecələrinin və qütb gündüzlərinin olduğu məntəqələrin tapmağın qaydasını izah edirəm, sonra testə baxacağıq. Baxın, biz ilk olaraq günəşin zenitdə olduğu enlikdən 90-a çıxırıq. 90-dan 22-ni çıxanda deməli eləyəcək 68. Deməli 68-90 paralelləri arasında demək ki, qütb gecə gündüzləri baş verir. Baxaq. Buradan ekvator xətti çəkirəm. 22 cənub enliyində günəş zenitdədirsə, günəşin zenitdə olduğu tərəfdə o zaman 68-90 aralığında qütb gündüzləri olur. Əks tərəfdə isə 68-90 şimal enliklərinin arasında isə
qütb gecələri olur. İndi baxaq. Deyir ki, 22 cənub elliyində zənətdə olarkən 79 şimal elliyində, 79 bu aralığa düşür. Və bu zaman burada qütb gecələri müşahidə olunacaq. Cavab 26-da B bəndi olacaq. 27-ci sualda 21 mart tarixindən başlayaraq qütb gündüzləri müşahidə olunur. 21 mart tarixindən başlayaraq Günəş şimal yarımkürəsinə doğru gedir və bu zaman şimal qütbündə qütb gündüzləri müşahidə olunacaq. 28-də 23 sentyabrdan başlayaraq deyir, hansı məntəqədə qütb gecələri müşahidə olunacaq? 23 sentyabrdan sonra Günəş cənub tropikinə tərəf gəlir. Bu zaman şimalın işığı azalır, belə deyimsə, istiliyi azalır və bu zaman şimal qütbündə isə qütb gecələri müşahidə olunacaq. 29-cu sualda deyir ki, yay gün dönümündə günorta vaxtı Bakı şəhərinə Günəşin hansı bucaq altına düşər? Buradan bir ekvator xətti çəkirəm. Yay gün dönümündə Günəş şimal tropikinin üzərində zənitdə olur. Yəni, bura 90 dərəcə bucaq altına düşür. İndi Bakıda yerləşir 40 dərəcə şimal enliyində. İndi Bakıya düşmə bucağını tapmalıyam. Biz ilk olaraq nə edirik? Günəşin zənitdə olduğu enliyi ilə Bakının enliyi fərqini tapırıq. Eyni yarımkürədə olduğu üçün çıxırıq bunları. 40-dan 23.5 çıxanda deməli eləyəcək 16.5. 16.5 dərəcə aralarında fərq var. İndi 90 istilikdən 16.5 dəfə uzaqlaşırıq. Yəni 90 çıxılsın 16.5. Bura Günəşin düşmə bucağı oldu 73.5 dərəcə. Cavab C bəndidir. Daha sonra 30-da deyir ki, ekvator ilə ərzində Günəş günorta vaxtı minimum düşmə bucağı. Baxın, Günəş burada ekvator buradır. Günəş ekvatordan maksimum hardan uzaqlaşsa zənitdə olar? Ya şimal tropikinə, ya da ki, cənub tropikinə qədər uzaqlaşa bilər. Yəni minimum budur. Yəni ən uzaq olduğu, zənitdə olduğu yerdə Günəşin düşmə bucağı bura nə qədər olur? Məsəl üçün ikisi də eyni məsafədir. Bura Günəşin düşmə bucağı 90 dərəcə olan zaman baxaq ekvator nə qədər olur? Ekvatorla 23.5 arasında 23.5 dərəcə fərq var. 90-dan da 23.5-i çıxırıq. Eləyir 66.5. Deməli, Günəşin ekvatora minimum düşmə bucağı 66.5 dərəcədir. Yəni, bundan az ola bilməz. Cavab A variantıdır. 31-də deyir ki, qış gün dönümü günü Günəşin zənitdə olduğu enliklə Bakı arasındakı ən qısa məsafə, ekvator xəttini yenə çəkirəm. Qış gün dönümü günü bildiyimiz kimi Günəş cənub tropikinin üzərində zənitdədir. 23.5 cənub enliyində. Bir də Bakı şəhərinə Günəşin düşmə bucağını soruşur mənə. 40 şimal enliyinə X qoyuram bura. Amma bura bilirəm ki, Günəşin düşmə bucağı 90 dərəcədir. Nə edirik? Məntəqələr arasındakı məsafəni tapırıq. Biri şimalda, biri cənubda olduğu üçün fərqli yarımkürədə olanda yadımıza salıb toplayırdıq. 40 plus 23.5 eləyir 63.5. İndi 90 istilikdən 63.5 dəfə uzaqlaşmalıyıq ki, Bakı Günəşin düşmə bucağını tapaq. Bunu da çıxanda, yox, üzr istəyirəm, bizdən başqa şey soruşur, mən başqa şey elədim. Bakı şəhərinə ən qısa məsafəni deyir. Hə, bizə qısadası deyir ki, bizə düşmə bucağını soruşmur. Məsələn, axıra qədər oxumadım. Bakı ilə Günəşin 22 dekabrda zənitdə olduğu məntəqə arasındakı məsafənin kilometrini istəyir. Fərqi tapmışıq 63.5-dir. Bunu da 111-ə vuracaq. Eləyəcək deməli 7048,5 kilometr. Cavab C variantıdır. 32-də deyir ki, yay gün dönümündə Günəşin böyük və kiçik bucaq altına düşdüyü məntəqələr. Bildiyimiz kimi yay gün dönümündə Günəş şimal tropikinin üzərində zənitdə olur. Yəni şimal tərəfdə, şimal tropikinə yaxın olan məntəqələrə böyük bucaq altına düşür təbii ki. 1-ə gedir onda 1, 3 və 5. Cavab C variantı. 33 nömrəli testə baxaq. Deyir ki, xərti sxemə əsasən qış gün dönümündə Günəş şüalarının müvafiq olaraq böyük və daha kiçik bucaq altına düşdüyü məntəqələr. Bildiyimiz kimi qış gün dönümündə Günəş cənub tropikinin üzərində zənitdə olur. Baxın, bu zaman cənub tropikinə ən yaxın olan məntəqələr burada. Böyük bucaqla deyirsə 1, 5, 3. Yəni birinci hissəyə böyük deyirsə 1, 3, 5 gedəcək. Onsuz da cavab B qalır. 34-cü sualda məsələdir. Uzun görsənməyinə baxmayın, sadə məsələdir əslində. Deyir ki, Günəş şüalarının yaz gecə gündüz bərabərliyi günü günorta vaxtı 60 bucaq altına düşdüyü, şimal və cənub yarımkürəsində yerləşən və eyni meridian üzərində yerləşən məntəqələr arasındakı ən qısa məsafəni 1 bölünsün 20 milyon miqyaslı xəritədə neçə santimetr olar? Baxın, miqyas verilib bizə. Birinci bunu yazıram. 5 dənə sıfırını sildim. Miqyasım oldu 200. Bizdən sonda nəyə soruşur? Xəritədəki məsafəni. Xəritədəki məsafənin üstünü yazıram. Həqiqi məsafə böl miqyas. Miqyasım var, qoyuram yerinə. Həqiqi məsafəmi qayıdıb bu koordinatdan tapacam. Deməli, ekvator xətti çəkirəm bura birinci. Yaz gecə gündüz bərabərliyi günü bildiyimiz kimi 21 mart tarixidir. 21 mart tarixində Günəş ekvator üzərində zənitdə olur. Yəni bura 90 dərəcə bucaqla düşür. İndi
Hara 60 dərəcə bucaqla düşər? Şimalda və cənubda. Baxın, 60 dərəcə bucaqla düşməsi üçün biz 90-dan 30 dərəcə uzaqlaşmalıyıq, düzdürmü? 90-dan 30 dərəcə 30 istiliyə uzaqlaşsaq, 60 istiliyə çatarıq. Yəni biz 30 dərəcə uzaqlaşdıqsa, bura olur 30 şimal enliyi. 30 dənə də aşağı gedirik, 30 cənub enliyi. Burada 60 bucaqla düşəcək. İndi 30 şimal enliyi, 30 cənub enliyi. Bunlar arasındakı məsafə həqiqi məsafəmiz olacaq. Biri şimaldır, biri cənubdur. Bunları toplayırıq. Eləyir 60 dərəcə. Bunu kilometr çevirmək üçün vururuq 111-ə. Eləyir 6660 kilometr. Gətirib qoyuram burada yerinə. Həqiqi məsafəmi eləyir 33.3. Cavabımız olacaq A bəndi. 35-ci sualda. Günəş il boyu üfüqün şimal tərəfində göründüyü ölkələri müəyyən edin. Yəni bu o deməkdir ki, gəlin sizə xəritə üzərində göstəreyim. Baxın. Baxın, Günəş yalnız, yadınıza saxlayaq ki, buna şimal və cənub tropikinin ortasında, yəni tropik işıqlanma qurşağında. Baxın, bu gördüyümüz hissə var ha. Baxın, bu tropik işıqlanma qurşağıdır. 23.5 şimal enliyi ilə 23.5 cənub enliyinin aralığı. Günəş ancaq bu iki paralelin arasına gedib gəlir. Yəni bunların ortasındakı olan enliklərdə zenitdə olur. Bunlardan kənarda zenitdə olmur. Burada bizə deyir ki, Günəşi il boyu özündən şimalda görən ölkələr müəyyən edin. Yəni ki, biz cənub tropikindən cənubda yerləşən ölkələr götürməliyik. Məsələn, burada baxın Yeni Zelandiya. Yeni Zelandiya Günəşi özündən yalnız şimalda görə bilər hər zaman. Və yaxud burada İngiltərə, Böyük Britaniya özündən Günəşi yalnız cənubda görə bilər hər zaman. İndi baxaq. Üfüqün şimal tərəfinə göründüyü deyirsə, baxın Monqolistandan başlayaq. Bunları silək. Baxın, Monqolistan buradır. Monqolistan özündən hər zaman cənubda görəcək Günəşi. Bir getdi. Lesoto, baxın, Lesoto buradır. Lesoto özündən hər zaman şimalda görəcək. Bu düzdür. Yeni Zelandiyanı bayaq dedik. Uruqvay, baxın, Uruqvay buradır. Hər zaman şimalda görəcək özündən, doğrudur. Meksika, baxın, Meksika buradır. Meksikada hətta zenitdə də olur, amma ki, cənubda da görə bilər. Yəni şimalda görməyəcək özündən. Misirdə həmçinin Günəş orada zenitdə olur. Həm şimalda, həm cənubda görə bilər o. Deməli, burada cavab olacaq 2, 3, 4. Bunun bir qaydası da nədir? Üfüqün şimalında deyirsə, cənubdakı ölkələr götürəcək. Cənubda deyirsə, üfüqün cənubunda deyirsə, şimaldakı ölkələr götürəcək. Cavabımız oldu 2, 3, 4. 36-da deyir ki, aşağıdakı fikirlərdən hansı qış gün dönümü günü üçün doğrudur? Qış gün dönümü günü bildiyimiz kimi 22 dekabr tarixidir. Günəş cənub tropikində zenitdə olur. Avtomatik bir səhvdir. Günəş yalnız 21 mart və 23 sentyabr tarixində ekvatorda zenitdədir. 2 doğrudur. Şimal tropikində olur yay gün dönümündə. 4-də deyir ki, cənub qütbləri arasında qütb gündüzü olur. Bəli, doğrudur. Cavab C variantı. 37-ci sualda 22 gündə qütb gecələrinin müşahidə olduğu məntəqələr. Baxın, 22 gündə Günəş baxın şimal tropikində zenitdə olursa, şimal qütb işıqlanma qurşağında qütb gündüzləridir. Çünki Günəş bu tərəfdədir. Deməli, cənub qütb işıqlanma qurşağında da qütb gecələri olacaq. Günəş bunlardan çox uzaqdır çünki. Bu aralığa düşəndə qütb gecələri Z-K nöqtələri. Cavab Y variantı olacaq. 38-də 21 mart tarixindən Günəşin düşmə bucağının azaldığı məntəqələr. Baxın, 21 martda Günəş baxın bu ekvatorda zenitdə olur. Hal-hazırda X-in olduğu yerdədir. Biz düşmə bucağı azalan istiqamətlə sıralasaq, deməli bizim sıralamamız olacaq. Deməli, birinci olacaq X, sonra ona yaxın gəlir M, sonra da olur N. Çünki 21 mart tarixindən sonra Günəş şimala doğru gedir. Avtomatik olaraq X MN-dən uzaqlaşmağa başlayır. Azaldığı bucaqla deyirsə, yəni X MN daha Günəşi belə deyəndə uzaqdan görür artıq. Cavab A variantı. 39-da deyir ki, yay gün dönümü günü aşağıdakı coğrafi enliklərdən hansının gündüzün uzunluğu daha çox olar? Baxın, yay gün dönümü günündə Günəş 23.5 şimal enliyində zenitdə olur. Bu zaman 66.5 şimal enliyi ilə 90 şimal enliyi aralığı, yəni şimal qütb işıqlanma qurşağında qütb gündüzləri olur. Biz bu zaman bu enliyə yaxın olan enliyi götürməliyik. Cavab C variantı. Yəni harda qütb gündüzüdürsə, sən oraya yaxınsansa gündüzlərin uzunluğu orada çox olur. Cavab C-dir. 40-da deyir ki, hansı məntəqələrdə mövsümü fəsil dəyişkənliyi aydın müşahidə edilmir? Yadınızda saxlayın. Mövsümü fəsil dəyişkənliyinin aydın, yəni fəsillərin aydın müşahidə olunduğu enliklər 23.5-dən 66.5 paralellərin arasıdır. Bu aralıqda olmayan istənilən enliyi götürə bilərik. Məsəl üçün 1-dən 3 aralığa düşmür. Cavab Y variantı. Digərlərinə baxsaq düşür. Qeyd edeyim ki, buna deyirlər mülayim işıqlanma qurşağı.
41-də deyir ki, yay gün dönümü günü aşağıdakı məntəqələrin hansılarına günəşin düşmə bucağı daha böyük olar? Yay gün dönümü günü 23.5 şimal tropikində günəş zənitdə olur. 23.5 şimal elinə yaxın ədədləri götürürük. 1, bu cənub yarımkürəsidir. 3, bu cənub yarımkürəsidir. Bu da cənub yarımkürəsidir. 1, 3, 5 cavab D bəndi olacaq. 42-də deyir ki, 30 şimal enliyində yerləşən Lxasa şəhərinə günəşin düşdüyü ən böyük və ən kiçik düşmə bucağı. Deməli, buraya yazıram 30 şimal enliyi. Buraya yazıram Lxasa şəhəri. Deməli, günəşin ən böyük və ən kiçik düşmə bucağını tapmalıyıq biz. Baxın, günəş Lxasa şəhərinə ən yaxın harda zenitdə olanda olur. Günəş maksimum şimal tropikinə qədər gələ bilir. Də bundan o tərəfə gələ bilmir ki. Deməli, günəş bura 90 bucaqla düşəndə Lxasaya ən böyük düşmə bucağı olmuş olur. Deməli, indi burada zenitdə olanı hesablayaq. 30 ilə 23.5-in biz ilk olaraq fərqini tapırıq. Belə deyək də, paralellər arası fərq. 30-dan 23.5 çıxanda eləyir 6.5 dərəcə aralarında fərq var. İndi biz 90 dərəcədən günəşin düşmə bucağından 6.5 çıxsaq, bu eləyəcək deməli 83.5. Deməli, günəşin bura maksimum düşmə bucağı 63.5 dərəcə oldu. İndi minimumunu tapaq. Buradan bir ekvator xətti çəkirəm. Günəş ən çox harda zenitdə olanda buradan uzaqlaşmış olur. Təbii ki, cənub tropikində. Burada zenitdə olanda hesablayaq indi. Bunu silək. Qarışmasın başımız. İndi cənub tropikində zenitdədir. İndi nə edirik? 30 şimal enliyi ilə cənub tropiki fərqli yarımkürədə olduğu üçün 30 plus 23.5 eləyəcək 53.5. 53.5-dən də indi 90-dan da 53.5 çıxırıq. Eləyir 36.5. Deməli, minimum düşmə bucağı da oldu 36.5. Maksimum 83.5. Minimum 36.5. Cavab Y variantı. Burada 63 yazmışam, 83 olmalı. Daha sonra 43-cü sualda deyir ki, günəşin hansı iki məntəqə üzərində günəşin zenitdə olma vaxtları arasında böyük fərq var? Təbii ki, şimal və cənub tropik. Birində 22 iyunda olur, birində 22 dekabrda olur. Daha böyük fərq bunlardadır. 44-cü sualda. 44-cü sualda deyir ki, 23 sentyabr tarixində günəş şüalarının daha kiçik bucaq altında göründüyü məntəqələr. 23 sentyabrda günəş ekvatorda zenitdədir. Buna ən uzaq olan məntəqələr burada hardadır? T ilə M məntəqələri. Cavab B variantı. Daha sonra 45-ci sualda deyir ki, eyni coğrafi uzunluq fərqinə malik olan günəşin zenitdə ola biləcəyi məntəqələr arasında məsafə nə qədər, hansında daha qısa olar? Sadə sualda, məsəl üçün, Y variantından başlayaq. 23.5 cənubla 0 arasında 23.5 dərəcə fərq var. 20 cənub ilə 20 şimal arasında biri şimal, biri cənub olduğu üçün toplayırıq 40 dərəcə. Burada da biri şimal, biri cənub olduğu üçün toplayırıq 33.5 eləyir. Burada ikisi də şimaldır, çıxırıq. Bunları çıxanda 13.5 eləyir. Bunlar fərqli yarımkürədə olduğu üçün toplayırıq, eləyir 47 dərəcə. Daha qısa deyirsə cavab B variantı. 46 nömrəli test tapşırığına baxaq. Deməli, 46-cı sualda deyir ki, hansı məntəqələrdə ildə 2 dəfə günorta vaxtı şaquli obyektlərin kölgəsi itir? Deməli, bildiyimiz kimi kölgəsi itir deyirsə, demək ki, burada günəş zenitdə olur. Bildiyimiz kimi günəş zenitdə olanda kölgənin uzunluğu 0-a bərabər olur. İldə 2 dəfə dediyinə görə, baxın, bildiyimiz kimi günəş şimal tropiki ilə cənub tropikinin arasında zenitdə olur. Baxın, bu iki dənə enlikdə günəş ildə bir dəfə zenitdə olur. Amma bunların arasında olan istənilən enlikdə 2 dəfə zenitdə olur. Yəni biz 23.5-lərin arasında olan enlikləri götürməliyik. 2 dəfə zenitdə deyirsə, bu da olacaq deməli C, M və D nöqtələri. M, C, D. Baxın, tropiklərin özünün üzərində isə bir dəfə deməli kölgə itir. Bir dəfə zenitdə olur. 47-ci sualda. 47-ci sualda deyir ki, sxemdə verilən məntəqələrin hansında günəş zenitdə olmur? Günəş yenə də qeyd edirəm ki, günəş 23.5 şimal enliyi ilə 23.5 cənub enliyi arasında, yəni tropik işıqlanma qurşağında zenitdə olur. Bu aralığa düşməyən variantları götürürük. M, deməli L, burada isə K. M, L, K nöqtələri. Cavab A bəndi olacaq. Daha sonra 48-ci sualda deyir ki, hansı paralel üzərində günəş zenitdə olduğu zaman günorta vaxtı onun şüaları Bakı şəhəri üzərində 26.5 bucağından düşər. Gəlin baxaq. Buraya bir ekvator xətti çəkirəm. Deməli, Bakıya günəşin düşmə bucağı nə qədərdir? Deməli, Bakı yerləşir 40 şimal enliyində. Bakıya günəşin düşmə bucağı 26.5 dərəcədir. Bizə deyir ki, günəş harda zenitdə olar bu zaman? Bunu soruşur. Gəlin, bunun ekvatorda sizə çalışmamaq üçün. Baxın. Günəş harası zenitdədir?
Hansısa enliyə, bilmirəm, x qoyuram, 90 bucaqla düşür. Amma mən bu enliyi tapmalıyam. Mən bu günəşin düşmə bucaqları arasındakı fərqi tapıram birinci. 90-dan 26.5 çıxıram. Eləyir 63.5 dərəcə. Deməli, mən Bakıdan 63.5 dəfə aşağı gəlsəm, çataram günəşin zenitdə olduğu məntəqəyə. Gələk. Deməli, 40 şimal enliyinin, baxın, ekvatorda çəkeyim. 40 şimal enliyinin 40-ını, daha doğrusu 63.5 dərəcənin 40-ını gəlib çatıram ekvatora. 40-ını çıxdım, burada qaldı 23.5. 23.5 dənəsindən aşağı gəlirəm, gəlib çatıram 23.5 cənub enliyinə. Demək ki, günəş cənub tropiki üzərində 23.5 cənub enliyi üzərində zenitdə olanda Bakıya günəşin düşmə bucağı 26.5 dərəcə olur. 49 da bununla eyni tipli bir məsələdir. Deməli, deyir ki, günəş harda zenitdə olanda Bakıya 70.5 bucaqla düşər. Gəlin yenə də hesablayaq. Bakı yerləşir 40 şimal enliyində. Günəşin buraya düşmə bucağı 73.5 dərəcədir. Günəş, baxaq, yenə deyirəm, hardasa zenitdədir, yəni 90 bucaqla düşüb, amma biz bunun enliyini bilmirik. Deməli, 90 ilə birinci günəşin düşmə bucaqlarının fərqini tapırıq. 90 ilə 73.5 çıxırıq. Eləyir, deməli, 16.5 dərəcə. Deməli, bunların arasında 16.5 dərəcə fərq var. Biz 40 şimal enliyindən 16.5 dəfə də aşağı gəlsə, gəlib çatarıq 23.5 şimal enliyinə. Demək ki, günəş şimal tropikinin üzərində zenitdə olurmuş. Cavab D bəndidir. 50-ci sualda, son sualımızda deyir ki, 22 dekabrda hansı coğrafi enlikdə günəş çıxdığı vaxt yerə bastırılmış şaquli dirəyin kölgəsi 270 azimutu göstərər. Baxın, bura bir ekvator çəkirəm. 22 dekabrda biz bilməliyik ki, günəş cənub tropikinin üzərində zenitdə olur. Deməli, cənub tropikinin üzərinə düşür 90 bucaqla. Baxın, günəş yadınızda saxlayın. Harda zenitdədirsə, onun kölgəsi 270 azimutu orada göstərir. Yəni, məsəl üçün, tutam ki, günəş buradadırsa, hal-hazırda zenitdədir axı, kölgəsi təbii ki, qərbə düşəcək 270 azimuta. Yəni, qısacası 22 dekabr tarixində 270 azimutu göstərir cənub tropikinin üzərində. 22 iyun desəydi, şimal tropiki deyəcəkdik. 21 sentyabr, 21 mart, 23 sentyabr desəydi, ekvator deyəcəkdik burada. Yəni, 22 dekabr dediyinə görə cavab olur C variantı.